Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170-200 üçün son dayanacağından marşrutdan ardasa 200-250 metr məsafədə, nəmişlik olmayan ərazidə, hündür bir yerdə, yağış vurmayan yerdə, məktəbə də yaxın ərazidə, marşrutlara yaxın ərazidə, marketlərə yaxın ərazidə, demək, hörmətli izləyicilər, 2 sotun içində yaşayışlı bir həyət evimə satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Gördüyünüz kimi, hörmətli izləyicilər, bura həyət yanı sahəsidir. Evin həyətinə rahat, 200 maşın rahat daxil ola bilər. Həyətin üstün belə ev sahibi belə çardaqla bağlayıb. Ev 3 otaqlı evdir. Təmiri normaldır, yaşayışlı bir evdir. Demək, evin sağ tərəfləri bax belə keçmək mümkündür. Kürsüsü hardasa 7-8 dakika kürsüdə inşa olunub. Yəni zirzəmisə də girib rahat gəzmək mümkündür, hörmətli izləyicilər. Qoy bir dənə də zirzəmini ilə göstərim, tam rahat anlayışınız olsun. Hörmətli izləyicilər, baxın, bax, yer qupqurudur, görsünüz zirzəmisi. Artıq əşyalar yığıblar, rahat yığmaq üçün. Hər şeydə nəzərə alınıb burada. Ərazi cəhətdən çox quru yerdir, nə də su vuran yerdir, nə çökək yerdir, hündür yerdir. 202 marşrutun son dayanacağına yaxındır. Əlavədə 92-170 marşrutlarda gəlib yaxınlığından keçir. Həyətyanın sahində gördüyünüz kimi, yəni hər şey qaydasında. Keçən evin içinə tanış olaq, hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə. Demək, yenə qeyd edirəm, yaşayışlı evdir. Buran girən kimi 90 girən kimi bax bu hissəsi dəhlizin görsünüz 1.20 zat olar hardasa eni. Təxmini deyirəm, az fərq eləyər. Demək, sol tərəfdə bu hissəsi mətbəx hissəsidir. Mətbəxin uzunluğu yaxşıdır, hörmətli izləyicilər. Eni biraz düzdür, azdır, amma hal-hazırda qalan otaqlar zaten amma genişliyi normaldır. Yer amma yaxşı yerdir, əlverişli yerdir. Yəni evin yerləşdiyi yer nəzərinizə çatdırım ki, rahat yaxşı yerdir. Burada sağda qonaq otağıdır. Sağ qonaq otağı da gördüyünüz kimi, hörmətli izləyicilər, təmiri vəziyyətdədir. Evin demək, hündürlük tavanları 3 metrdir. Bunu da nəzərinizə çatdırım. Sol tərəfdə burada sanuzeldir. Sanuzeldə gördüyünüz kimi, hörmətli izləyicilər, təmiri vəziyyətdədir. Bir geniş yataq otağı buradadır. Hardasa 15-16 kvadrat olar. Evin gördüyünüz kimi pəncərələrindən də tam rahat evin içinə işıq düşür, hörmətli izləyicilər. 15-16 kvadrat da buradadır. Sonunda, hörmətli izləyicilər, bir də burada uşaq otağıdır. Gördüyünüz kimi uşaq otağı da bax belə təmir vəziyyətdədir. Yaşayışlı evdir. Sənədi, hörmətli izləyicilər, nəzərinizə çatdırım. Bələdiyyə sənədidir, arxivli sənəddir. Yəni hamınızı nəzərinizə çatdırım ki, xəbəriniz olsun. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamımızı kodlaşdırıb, kodları götürməyə yaddan çıxması, hörmətli izləyicilər. Evin qiyməti yerinə görə təyin olunub 92.000 start qiymətdir. Yəni yeri yaxşı yerdir. Quru yerdir, marşrutlar azada, məktəbə yaxın yerdə yerləşir. Start qiymət 92.000, real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcək. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.